yumurtanın insan orqanizmi üçün heç bir ziyanı yoxdur. Gün ərzində 3 ədəd səhərlər soyutma yumurta yeməklə siz artıq 7-ci gün bədəninizdəki olan dəyişiklikləri hiss edəcəksiniz. Qaraciyərə, böyrəyə, ağciyərə, mədə bağırsağa, immunitetə sizi sağlam və gümrah edəcək, görmə qabiliyyətinə, dərinizə və bol vitaminlə, zulalla dolu olan bax bu yumurta. Mütləq şəkildə səhərlər yumurtanı hazırlayıb yiyin. Hansı mən bu günləri sizə yumurtanın soyutmasını, 2 dəqiqə qaynamasını göstərəcəm ki, bu məhz qan artırıcıdır. 2 dəqiqə qaynadacağım, bunu sizə göstərim. Sonra isə tam bişmişini sizə göstərəcəm. Üzərinə biraz duz səpəcəyik. Duzunu səpirik. Bir ədəd yumurtanı sizə ilıq pişirirəm, süt, qan artırmaq üçün. Biri isə daha gümrah, insana gümrah yaşatmaq üçün bərk yumurta olacaq. 2 dəqiqə qaynayan soyutma yumurtamız hazırdır. Görürsünüz, duludur. Mütləq sumaq əlavə olunur. Qan azlığına şikayət edənlər mütləq bax belə ilıq pişirin, sumaq əlavə edin, verin uşaqları yesin. Bu qaşıqla 2 saatdır zürümləyir. Onu götürdün, çəkdin başı var, ağını da qoymursan. Siz keyfsi yiyirsiniz, mən soyutma yumurta. Hansı insana faydalıdır, seçim sizdədir. Bu isə tam bişmiş soyutma yumurtanı sizə təqdim edirəm. Sizə nə izah edirəm? Sumaqla yedikdə qan artırıcıdır. Quru nanə isə yeyərkən nəyə faydası var? İshalla. Gözəl kət yumurtasından istifadə edin. Evladlarınız gümrah və sağlam olacaq. Sağlamlıq sizin öz əlinizdədir. Əziz analar, evladlarınızı sağlam böyüdün.